ABŞ arasında aparılan nüvə danışıqları bir neçə raund formatında keçirildi, amma göründüyü kimi hər hansı bir nəticə olmadı. Xüsusilə İran öz mövqeyində qaldı və İran da son Amerika Birləşmiş Ştatlarına təklif ondan ibarət idi ki, məhz İsrail də nüvə silahına imtina etməlidir. Amma İran mülki istiqamətdə elmi məqsədlər üçün nüvə proqramını həyata keçirəcək. Amma Beynəlxalq Atom Agentliyi də artıq, bilirsiniz, qətnamə qəbul elədi. İran artıq nüvə silahına malik olmaq istiqamətində xeyli irəliləyib və bu proses bu istiqamətdədir. Təbii ki, Trump çox çalışırdı ki, İranla müəyyən bir razılığa gəlinsin. İran həm ballistik raket sistemindən, həmçinin nüvə proqramına əl çəksin. Amma göründüyü kimi nəticə baş vermədi. Amma İsrail də ilk gündən məhz Amerika ilə İran arasında aparılan bu danışıqların əleyhinə idi. Və həmçinin Binyamin Netanyahu çox çalışır ki, bu prosesi pozsun, düzdür. Hətta təzyiqlərin daha çox artmağını istəyir, daha sərt bir təzyiq gözləyirdi ki, İrana qarşı etsin. Trumpın birinci prezidentlik dövründə 2015-ci ildə əldə olunan hərtərəfli nüvə razılaşması İranla qərb ölkələri başlamış olmaqla, amma Trump 2017-ci ildə bir tərəfli şəkildə həmin sazişdən çıxdı, məhz İsrailin istəyi ilə. Proses ondan ibarətdir ki, indiki məqamda Donald Trump çox çalışdı ki, xarici siyasətdə ABŞ-ın dominantlığını artırsın və İranı Rusiya və Çin üçbucağından ayırsın. Amma göründüyü kimi bu baş vermədi. İndi İrana qarşı cəza üsulundan istifadə olunur. Məhz İsrailin əli ilə. Bilirsiniz ki, İsrail Amerika Birləşmiş Ştatlarının icazəsi olmadan heç bir yerə bomba ata bilməz, vura bilməz. İstər Yəməndə Husilər olsun, istər ki, Qəzzadakı keçirilən hərbi əməliyyat, istər Liviyada. Amma indi artıq Donald Trump da İrana dəfələrlə qeyd etmişdi ki, mən müharibə istəmirəm. Amma İran tərəfi güzəştə getməsə, İrana qarşı ən pis senari masada olacaq. Artıq ən pis senarini artıq masaya gətiriblər, sahəyə daşımaq istəyirlər. Məhz artıq Amerika Birləşmiş Ştatları İraqdan öz səfirliklərini, hərbiçilərin ailələrini çıxardır. Küveytdən də artıq səfirlik və diplomatik korpuslarından da təxliyələr var və proses bu istiqamətdə gedir. Düşünürəm ki, İrana qarşı bir cərrahiyyə əməliyyat adında bir hərbi əməliyyat keçirmək istəyirlər. Bunu mən istisna etmirəm. Çünki təxliyələr, aparılan hazırlıqlar buna görsənir. Amma İran da artıq cavab tədbirləri görməyə hazırdır. Bu regionda böyük bir eskalasiya gətirib çıxarır. Amma düşünürsünüzmü ki, həqiqətən olacaq bu, Məhəmməd bəy? Çünki bundan əvvəlki vaxtlarda da çox elə məqam olub ki, İranla ya İsrail ya da ki, İranla Birləşmiş Ştatlar arasında vəziyyət gərginləşsin. Ancaq bu sadəcə verilən bəyanatlarda qalıb ya da ki, müəyyən bir yerə qısa müddətdə hansısa bir atışın, hücumun olması ilə kifayətləniblər. Bununla bitib. Düzdür, İranın da cavabı olub. Onu da istəyirəm elə bölüşüm, həm də tamaşaçılarımız. Çünki İran ordusu və hökumət rəsmiləri açıqlama verdi ki, İsrail hücum etdiyi təqdirdə bizim də cavabımız olacaq və hansı formada olacaq? Ballistik raketdən istifadə etməklə İsrailin ərazisinə dərhal əks hücumu həyata keçirəcəyik deyə. Yəni, düşünürsünüzmü ki, İran həqiqətən İsraillə qarşı-qarşıya gəlməyi gözə ala bilər? Təbii ki, bilirsiniz, bu bir növ Donald Trump'ın İrana qarşı bir təzyiq üsuludur. Yəni, İrana deyilir ki, danışıqlar prosesindən çəkilirsənsə, güzəştə getmirsənsə, konkret mən cəza üsuluna əl atacağam. Təbii ki, bilirsiniz, İran bir neçə dəfə İsrailə bu kimi ballistik raketlər atıb, dəfələrlə olub. Hətta İsrailin havada müdafiə sistemlərində yarıb. Burada təkcə İran deyil, burada Husilər də hərbi əməliyyata başlayacaq. İran təkcə İsrailin hərbi hədəflərini deyil, İraqdakı Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına da, həmçinin Hind okeanındakı hərbi bazalarına da ballistik raketlərdən hücum edə bilər və bir də Hörmüz boğazını bağlaya bilər. Bilirsiniz, Hörmüz boğazı əsas neft ixracında önəmli rol oynayır və İran tərəfi o boğazı bağlasa bu beynəlxalq müstəvidə Amerikan iqtisadi maraqlarına cavab vermir və burada bir çox regional güclər daha da geosiyasi mövqeyini gücləndirməyə çalışacaq. Yəni, düşünürəm ki, geniş miqyaslı müharibəni gözləmirəm. Sadəcə olaraq İrana qarşı bu təzyiq üsuludur. Müəyyən raketlər İrana, İsrail hərbi əməliyyatlar keçirə bilər. Onsuz da İsrail, bilirsiniz, İran ərazisində lokal əməliyyatlar keçirib. Tehranın mərkəzində də bilirsiniz, Həmasın
Həmas liderinin öldürülməsi, İran havadan müdafiə sisteminin vurulması, Bəli. dəfələrlə bunlar olub. Amma cavab olaraq? Bəli, cavab olaraq İran tərəfi İsrailə heç bir şey edə bilmir. Bilirsiniz, indi İran havadan müdafiə sistemi çöküb, hələ də onu qura bilmirlər. Sadəcə olaraq İranın əlində kifayət qədər ballistik raketlər var, PUA-lar var, amma burada quru qoşunların hərbi əməliyyatından da söhbət gedə bilməz. Çünki İsrail ilə İran arasında kifayət qədər quru məsafəsi var. Bu olsa raket müharibəsi olacaq, amma raket müharibəsi də münaqişəni həll edəcək müstəvidə deyil, yəni həll edici mərhələ deyil. Müharibənin əsas taleyini həll edən əsgərdir, quru qoşunlarıdır. İranın bir neçə obyektini vurmaqla İran böyük dövlətdir, kifayət qədər onun kifayət qədər hərbi mövqeyi var. İran da asimetrik cavab verəcək, amma bu da həll yolu deyil. Düşünürəm ki, tərəflər yenidən danışıqlar masasına otura bilərlər. Ayın 15-dəki Maskat görüşündən biz nəsə gözləyirik ümumiyyətlə? Yoxsa dalana mı dirəndi bu danışıqlarda? Çünki az qalır, 3 gün qalır bu məsələyə. Omanda keçirilən bu görüşə az qalır. Ona görə də 15 iyun danışıqlarına Trump əlini gücləndirməklə getmək istəyir. Çünki İran tərəfi, İran prezidenti Cənab Pezeşkiyan bilirsiniz, yenidən açıqlama verdi ki, dedi ki, biz dinc nüvə proqramına əl çəkməyəcək. Bu İranın həm elmi, həm tibbi və digər mülki infrastrukturu inkişafı üçündür. Və onlar qeyd edir ki, ali dini rəhbərin fətvası var ki, biz nüvə silahına əl atmayacaq. Deyir ki, Birləşmiş Ştatların bununla bağlı tələbi zorbalıqdır. Zorbalıqdır. Biz bunu qəbul etməyəcəyik ki, İran manipulyasiyadır. Bilirsiniz, əsrlər boyu fars siyasəti var. Daima sözdə bir açıqlama verirlər, amma reallıqda tamamilə digər mövqe ortaya qoyurlar. Mən düşünürəm ki, İran nüvə silahı əldə etməyə çalışır. Amma açıqlaması olmadı Pezeşkiyanın bugün. Təbii ki. Dedi ki, biz niyyətimiz o deyil. İran heç vaxt nüvə silahı əldə etmək məqsədi olmuyor. Elmi məqsədlər üçün, tibb üçün onlar istifadə edirlər, amma baxaq, İran həm amma elmi məqsədlər üçün o əldə olunan necə deyim, nüvə silahı, yəni o əldə olunan, bəli, nəticə, o qədər ona ehtiyac varmı? Mən düşünürəm ki, ehtiyac yoxdur. Çünki İranın müəyyən qədər səhiyyəsi də inkişaf edir, müxtəlif sahələrdə inkişaf var. Nə qədər sanksiyalar tətbiq olunsa da, İran kifayət qədər qaz yataqlarına, neft yataqlarına sahibdir və onun atom elektrik enerjisinə istifadə etməsinə də ehtiyac yoxdur. Bu günlər bir çox ölkələr çalışır ki, atom elektrik stansiyalarına istifadə etsin, amma İran özü təbii enerji ehtiyatlarına malik olduğu üçün bu atom elektrik enerjisindən istifadə etməyə çalışır. Bu da təbii ki, suallar doğurur. Çünki biz görürük ki, İranın yaxın şərqdə öz imperialist maraqları olub və indi də var. Proksi qüvvələr saxlayır, regionu öz çətiri altında saxlamaya çalışır. Nüvə silahının da əldə edilməsi burada Türkiyəni də təhdid edir. Yaxın Səudiyyə Ərəbistanı da, Amerika Birləşmiş Ştatlarının yaxın şərq strategiyasında İsrailin təhlükəsizliyini də təhdid edir. İran Pakistan deyil ki, burada daha da normal bir çevik diplomatiya həyata keçirsin. İran Türkiyə deyil ki, qonşularla normal münasibətlər, siyasət həyata keçirsin. İran məhz Rusiya kimi ilə Amerikanın özü kimi imperialist siyasətə meyilli bir dövlətdir. İran Suriyanı nə günə qoydu? İraqda da onun proksi qüvvələri var, Haşidi Şabi. Suriyada indi mövqeylər kifayət qədər zəifləsə də hələ də orada öz mövqeyini qorumağa çalışır. Livanda Hizbullahı var, Fələstin, Qəzzada Həması dəstəkləyir, Yəməndə ciddi şəkildə Husiləri silahlandırır. Yəni, proses bundan ibarətdir və bir tərəfdən də Afrika siyasəti də həyata keçirir. Bu günləri Sudanda İran öz hərbi təlimatçılarını göndərib. Yəni, göründüyü kimi İran Afrika qitəsində də öz hərbi geosiyasi mövqeyini gücləndirir və Amerika Birləşmiş Ştatları da görür ki, İranın qarşısına alınmasa bu nüvə silahı əldə edəcək və konkret olaraq ABŞ regionundan çıxaracaq. Yaxın şərq regionunda bilirsiniz, təbii neft qaz ehtiyatları ilə zəngindir. Həmçinin Amerika Birləşmiş Ştatlarının da əsas planı ondan ibarətdir ki, Hindistandan ta Səudiyyə Ərəbistanı, İsrail olmaqla yeni bir dəhliz açsınlar. Çini burada çıxdaş eləməklə Amerika Birləşmiş Ştatlarının nəzarətində olan bir dəhliz.
Avropaya daşınacaq yüklərin daşınması istiqamətində. Təbii ki, İran da bundan narahatdır. Çünki həmin dəhliz İran ərazisindən keçmir, Çin ərazisindən keçmir. Ona görə də Amerika Birləşmiş Ştatları İranın yaxın şərqdə artan hərbi və geosiyasi mövqeyinin qarşısının alınması, nüvə silahının əldə edilməməsi istiqamətində təbii ki, Amerika Birləşmiş Ştatları İranın üzərinə bu qədər gedir. Amma İran tərəfi də bilirsiniz, orada mühafizəkar sistemi tamamilə hərbi sistemə, bu kimi danışıqlara nəzarət edir və bunlar da çox sərt siyasət həyata keçirirlər. Əslində Birləşmiş Ştatlar da bunun üzərində daha çox dayanır ki, biz səhv etmirəmsə 3%lik deyəsən uranı zənginləşdirməklə bağlı bir, çünki elmi araşdırmalar üçün bu kifayət edir. Bu kifayət edir, amma bildiyim qədərilə İranda bu 80%-ə qədər səhv etmirəmsə 80%, hətta 90%-ə yaxınlaşır. 80%-dən də çox. Yəni deyir ki, sən elmi araşdırmalar üçün bunu istifadə etməyi düşünürsənsə, bu qədər artma, bu qədər istehsala nə ehtiyac var deyə. İranın da amma buna müqabil cavabı oldu ki, biz gələcəkdə özümüzü sığortalamaq istəyirik. Sığortalamaq ilə İranın nüvə silahı əldə edilməsi deməkdir. Sığortalamaq nə deməkdir? İrana qarşı hər hansı bir təhdidlər olarsa, hər hansı bir işğal olarsa, İran nüvə silahından istifadə etsin. İran prezidenti Pezeşkiyan ötən gündə açıqlama verdi. Dedi, Səddam Hüseyn bizə hücum edəndə bizim ballistik raketlərimiz yox idi. Amma biz ballistik raketlər istehsal etdikdən sonra İrana qarşı bu kimi siyasət, işğal dayandı. Yəni, indiki mərhələdə, indi İran əlində nüvə silahı yoxdur. Bizə qarşı bu kimi hücumlar həyata keçirilir. Sabah İran əlində bu nüvə silahı olarsa, İran öz təhlükəsini sığortalayacaq və İran öz geosiyasi ambisiyalarını ortaya qoyacaq və təhlükəsini təmin edəcək. Elə Pezeşkiyan da bu açıqlaması o deməkdir ki, İran nüvə silahı hazırlamaq istəyir. Bunun siz qarşısını ala bilməzsiniz. Bəli, yəni göründüyü kimi açıqlamalar bu müstəvidədir və İsrailin də İrana qarşı lokal hərbi əməliyyatlarını mən istisna etmirəm. Təşəkkür edirəm. Minnətdaram sizə, Məhəmməd bəy.